Hər kəsə salam. Bu gün yenə yaş məsələlərinə baxırıq. Baxaq belə bir suala. Ananın yaşı uşağın yaşının 4 mislidir. Deməli anamız var və uşağımız var. Deməli anamız x-dirsə və yaxud nə deyir? Uşağın yaşının 4 mislidir. Hə, uşağımız x-dirsə anamız 4x olur. Yəni 4 misli deməkdir. Ondan 4 dəfə böyükdür. 8 il sonra, 8 il deyirsə, həm ananın yaşınsa 8 gəlirik, həm də uşağın yaşınsa 8 gəlirik. 8 il sonra onların yaşları fərqi 27 olacaq. Yəni ananın yaşından 4x üstəgəl 8 çıxıram x plus 8-i bərabərdə nə qədərdir? 27. Yəni 8 il sonra ananın yaşının deyil, qızın yaşını çıxanda, yəni yaş fərqləri 27 olacaq. Mötərizəni açaq. 4x üstəgəl 8 çıxılsın 2x çıxılsın 8 bərabərdir 27. 4x-dən o x 1x deməkdir. 4x-dən 1x çıxanda 3x eləyir. 8-dən 8 çıxanda 0 eləyir. Bərabərdir 27. X də bərabərdir 9. Deməli, uşağın 9 yaşı var. Qızımızın 9 yaşı varsa, ana da 4x idi da bu hissədə. Deməli, ondan 4 dəfə böyüksə, 9-u vururam 4-dən. 36. Deməli, anamızın 36 yaşı var. Bizdən də soruşur, ananın neçə yaşı var?